Salam əziz izləyicilərimiz, gözəl xanımlar, hər birinizi yeni bir gündən, yeni bir vlogdan salamlayıram. Paltaryanım da mənə qoşuldu. Necəsiz əzizlərim, həmişə yaxşı olasınız. Bizlər də sorsanız şükürlər olsun, yaxşıyıq. Ben də bunu əlavə yaxalanmaya quraşdırım. Çünki ipdə paltar var, gedim onları yığım. Ona qədər bu bir dəfə də yaxalansın. Belə hava yaxşıdır, 400'e qoyuram. Hə, xanımlar, siz vlog olaraq sonra izləyəcəksiniz, amma biz dünən gəldik. Elə bizim ilk dəfə idi ki, belə oldu. Mamam gilə getdik və həminki günü qayıtdıq. Hə, əzizlərim, axşamda gəldim, Raif alış-veriş etmişdi, onları yerləşdirdim. Meyvə də almışdı, onlar da indi yudum qalan hissəsini axşam yeyildi. Yudum meyvə qabına yerləşdirdim. Da soyuducuya qoymadım ki, soyumasın. Belə, indi də paltar yuyulur. Əslində yeməyimiz var, xanımlar. Pişirmək düşünmürdüm, amma Cəsur o gündə nəsə yeni bir şeylər istəyir deyə, indi onun istəyi ilə mənə qeyri-adi bir resept dedi. Əslində dedi ki, mama qreçka pişir, yanına da toyuğun sinətini, evdə varsa, yəni toyuq varsa, dedim, toyuq yoxdur, sinəti var. Hə, baxdım ki, qreçka da yoxdur, ona görə düyü gətirdim. Dedi, hə, düyü olsun. Hə, belə bir menü tərtib etdi, belə bir yemək resepti tərtib etdi. Yəni düyünü dəmlə. Onlar əslində elə düyünü boş sevirlər. Və kənarda da bu file var. Bunu çıxartdım, tez suya qoydu verirsin. Bunu elə soğanla qovuracağım. Yəni uşaqlarım həqiqətən də elə sevirlər. Hə, çox etmək istəmirəm. Hayca. Allah, telefonu söndürdüm, ayrıldım. Qapıda ölürdü, qonşu gəlmişdi kimdisə. Kazol istəyirdi, ayaq altı, yəni evdə işləyirdi, ayaq altı qoyulur. Cəsur dedim, zəng atandan soruş, bilmirəm, axı orada içinə var, nə yox. Yəni bilməzdən də yox demək olmur da. Dedim, Cəsur onu həll elə atandan soruş, gör varsa gəlsinlər, götürsünlər. İşlətsinlər, nə olasıdır ki, əgər varsa. Yəqin ki də olar da, özü işlədirsə vardı. Belə xanımlar, nə bilim, nə danışırdım, fikrim yayında. Aş dedim, eləyim, gətirdim düyümü. Belə bundan götürüm, baxarım, ya 3 ya 4 stəkan eləyərəm. Bunu da elə soğanla da qovuraram. Çünki uşaqlarım elə əslində elə adi sevirlər. Belə soğanını da az edirəm, birbaşa edirəm ki, Nuray soğanı sevmir. Belə əzizlərim, indi mən gedim həyətdəki paltarları yığım, tez bunları sərim. Saat 1-ə işləyib 10 dəqiqə. Saat 1-dən sonra da yeməyi başlayıb edərəm məncə. Elə düyündə ölçüm qoyum, soğan gətirim, hazırlayım ərzaqları. Ondan sonra edərəm. Hə, o tərəfdən aparırlar. Var idi Cəsur? Mama sənə qurban. Hə, gedim digər hissəsində paltarın yığım gətirim, xanımlar. Telefonu söndürüm, burada qoyum zaryadkaya. Gedim paltarlarımı sərim, onları yığım, bunları sərim, xanımlar. Sonra bu yeməyi hazırlayayım, görüm hazır halı nə olacaq, sizə çəkərəm, xanımlar. Əslində filtrlərdə deyil, filtrdə dəyişməliyəm. Baxın, filtrə bunları yerləşdirik, bir də sabah dəyişərəm. Baxın, belə, alanda ən azından deyirəm 2 dənəsini al. Bu salfetka əslində maşın üçün də, amma bunların içində çoxdur deyə Raf belə aldı ki, gec qutarar. Bizim biri sarı rəng də almışdı, biri də buydu. Sarı rəng bir günə qutardı. Mənim uşaqlarım çox salfetka istifadə edirlər, həddindən artıq, əsas da Cəsur. İndi o birlərindən istifadə edirik, adi salfetkalardan da, xanımlar. Yəni Raf salfetka tez-tez alır, yəni çəkmirəm də hər dəfə paçka ilə böyük, yəni 100 dənəli belə alır. Çox tez qutarır da, xanımlar, bizə salfetka çox işləyir. Bir paçka uzunu açıram, 3-4 günə qutarır. İndi bunu dəyişməliyim, əslində bugün edə bilməyəcəm, sabah filtri yuyaram. Bəlkə sabah dəyişərəm, bəlkə də sizlə də birlikdə edərik. Bəlkə də çəkilişdə edərəm, xanımlar. Buraları yenə hamısını oranı çıxardıb sabah təmizləmək istəyirəm. Bugün çatdıra bilmərəm. Çünki tez bu yeməyi edim, video montaj etmək istəyirəm. Dünən yürüyüşdən gəldi, elə yorğun idim da vaxt edə bilmədim videonu. Ona görə bugün istəyirəm tez video montaj edim, axşama paylaşım. Ona görə bir dənə də bu yeməyi edərəm. Sonra videonu montaj edərəm. Sabah inşallah bu filtri dəyişməkdir, gaz peltəsidir, oraları yumaqdır. Sabah edərəm. Xanıma, bu da sinətini doğradım, soğanla, yağ,
duz, istiot, sarı kökdür. Belə bu azdır deyə, elə bunda az etdim. Həm də tələsliyir, yeyim gedim, gedəsi yeri parça sonra. Ona görə belə az olduğuna görə bunda elə bir 4 stəkan götürdüm. Mən heç vaxt elə az düyü dəmləməmişəm. Yəni bu günlük olar da, uşaqlar xoşlayar bunu, onlar yesinlər. Ona görə bu göy İran qazanlarının ortancısıdır, bu böyük deyil, ortancıdır. Tez qaynasın süzün, yarım saat vaxtı var, bir yarımca saatda dəmdə olsun. Yesin getsin, məni tələsdirdi. Bilmirəm bu nə yeməkdir, siz belə bir şey pişirmişsiniz. Yəni Cəsurun sırf onun istəyi ilə, onun reseptinə belə hazırladım. Üzərində qoymuşam burada, mörkanın içində də onda düyü qaynasın. Siz düyünü qoydum dəmlənməyə xanımlar. Deməli, üzərinə bu semçika yağla əlavə etdim. Dedim, amma ondan dəmləmə, altından kərə yağı qoydum ki, belə üzdə olmasın. Gəlib birdən açıb baxar, bilməsin, bu sevmir. Kərə yağını görsə yeməyəcək. Mənə tapşırdı ki, onunla pişir. Dedim, yaxşı. Bir də ucu hazırdır. Bunu da çox yağlı etmədim ki, onun gözü çox yağlı görməsin də, çox yağlı bir şey görəndə yemir. Ya da yeməyə başlayır, axıra qədər yemir ki, yağlı idi, yeyə bilmədim axıra qədər. İşte bu da hazır. Bunu söndürün. Nə vaxta gedər, daha dəmə qoymuşam, biraz dəmlənsin. Nə vaxta istəyər, yemək çəkərəm, yiyib gedər. Belə. Bunu da yum. Bu da yeməyimiz hazırdır. Xanımlar, göz haqqınızı halal edin. Nuray da məktəbdən gəldi. Hər ikisinə yemək çəkdi. Belə. Bu da yeni növ aşı oldu. Aşdı, plovdu. Salam xanımlar. Yeni bir günün hər birinizi salamlayıram. Necəsiz? Yaxşı olasınız əzizlərim. Bizim də günümüz başlayıb. Öz yataq dəstəmi söktüm. Əlavə etdim maşına yuyulmağa. Belə xanımlar, burada da yumurta qoydum qaynasın Cəsur üçün. Sok çəkdik. Burada qablarım var, yuyulacaq xanımlar. Belə uşaqlara sarı köküdü çəkdim. Sonra gördüm az oldu, qutardı. Bunu da Cəsur içib. Belə qoyuram çünki oradan damcılı hərədə. Bir 2-3 dənə qarası qalmışdı. Onu da əlavə etdim, sonra çəkdim. Bu uşaqlarınkini süzdüm, verdim. Onlara sarı. Nuray hələ içməyibdi, bax. Nuray gələ buradadır. Nuray gəl sok veç, bu da mənimdir. Çünki mən bir-iki dənə də qara əlavə etdim. Kökümüz bitdi. Hə, belə xanımlar, mən də bunu içim. Belə qablarımı yuyacağım. Bax, nə qədər qabdır, bunu boşaldacağım. Belə. Və günümüzə bu şəkildə başlamış olduq xanımlar. Mən bunu içim, sonra duraram. Qreçkanı təmizləyəcəm, qreçka pişirəcəm. Bugün Cəsur dünəndən istəyib. Düzdür, aş dəmlətdi, amma qreçka istəyirdi o. Yanına da Rafa dedim, yenə fili aldı, gətirdi. Yanına da kotlet eləyərəm. Onu istəyir. Bir də buzluqda lobiyam var. Bəlkə çıxardıb özüm üçün də lobiya da pişirərəm. Yəni bugün yeməklər pişirim. Sabah yemək işim olmasın istəyirəm xanımlar. Belə əzizlərim. Birlikdə pişirərik. Mən yemək pişirərkən çəkiliş etməyi daha çox sevirəm. Düzdür, nə qədər olmasa, düz qeyri-adi yeməklər də olmasa, gündəlik hər kəsin hazırlığıdır. Amma çəkiliş olanda mən öz evimdə və mətbəximdə çəkiliş etməyi daha çox sevirəm. İzlənsə də, izlənməsə də, yəni şərt deyil ki, çox baxış olsun, çox izlənim olsun. Yəni mənim sevdiyim üsul budur da xanımlar. İnşallah ki, sizlər də sevərək izləyərsiniz. Götür iç onun oraya. Xanımlar, qablarımı da yudum. Hələ ki olan qabları bana səliqəyə saldım. Getdim, kartof soğan gətirdim. Bir banka pomidor gətirdim. Və özümə belə bir səhər yeməyi hazırladım. Burada soğandı və üzərinə 2 dənə balaca pomidor qalmışdı. Yumuşalmışdı xanımlar, yeməyə rahat olmuş. Uşaqlar yemədilər deyə. Baxdım ki, boşdu, yumuşaqdı. Onu da elə doğradım bura. Əslində pomidor etmək fikrim yoxdur. Prosta onlar qalmış deyə doğradım. Əslində pomidor da sən misal üçün bununla əlavə edib pişirə bilərəm. Və üzərinə 2 ədəd də yumurta qırdım. Yəni belə bir omlet alındı. Bilmirəm. İndi bu nətər yeməkdəsində qaşığı götürüm. Belə. Burada da
Bunları çıxartdım, qaraları əlavə etdim, paraşok da tökmüşəm xanımlar. Xlopot bıstıra qoyaq, təmiz olsun. 400, bu da 60 da olsun. Rəngli olduğuna baxmayaraq belə. Mən də özümə yemək belə hazırladım. Bu yeməyim, bu hazırladığım bax bu kələm turşusu mu deyim, salatımı deyim, əsasən səhərlər nə vaxt ki qayğanaq edirəm, o zaman yeyirəm və bir dilimdə belə Trabzon çörəyidir. İçində belə keşniş toxumları, belə qəşəng çörəkdir. Belə əzizlərim, mən nuş edim, siz də göz haqqınızı halal edin, sonra da işlərinizə davam edərik. Qoy o paltar da yuyulsun. Ona qədər mən həm yeməyimi yeyim, həm bütün buradakı qabları yuyum, yığım, silim, yığışdırım. Sonra paltarları sərim, sonra da yemək işinə keçərik inşallah birlikdə. Bu paltar yuvanın səsindən burada özümə kofe hazırlayıram. Yəni qarışdırım, qoymasın. Nescafe bitib. Elə bilirdim səhərə var, axşam içib, uşaqlar yəqin kim içib yoxdur, banka boşuydu. Belə üyütdüm. Belə 27 dəqiqəsi var. Belə burada da xanımlar, bunda içəcəm, mən belə kofenin hazırlandı həmişə süzürəm. Nə qədər kofe molkadan xırda ütməyə çalışıram, belə o qədər xırda edirəm, elə bu yağ kimi, elə bir yağ buraxır, o cür olur. Amma yenə də ona görə mən bu kofeleri sevmirəm. İçirsən düz dibinə yığılır, sonra nə qədər olmasa tərkib içəndə son qurtumda bir damcı qum kimi gəlir adamın ağzına. Adam heç sevmirəm mən bu kofelərimi, amma istəyirəm də, indi bunu içməsəm bir pəriyəm. Belə xanımlar, və burada da quşunu da belə kəsmişdim. Həmişə azalanda belə kəsirəm. Çünki gəlmir da, elə bir ki çətinliklə gəlir. Burada sinətini çıxartdım. Bir bükümdə lobyanı çıxartdım. Bunu da bişireyim. Xanımlar da bişirmişkən bugün yemək eləyim. Bir də Rauf dedi ki, nəhrə yağ. Əslində mən atına yağından da çıxartmışam dünəndən. Əriyib, indi onu doğrayacağım, öz qabına yerləşdirəcəm. Dünəni qutardı. Və Rauf dedi ki, nəhrə yağı da istəyirəm. İndi bunda hamısını yox, hardasa yarsın. Çünki bunu yalnız Rauf yeyir. Xörəyə falan istifadə eləmirəm. Belə səhər yeməyində Raufa qayğanaq da hazırlasam, nə deyəcəm, Rauf nəhrə yağından istəyir. Bunu da yarsın, bir saxlama qabına birinə doğrayaram. Yarısı da olmasın. Bax, bu qədər bəsdir. Çox əldə olmasın. Çünki aşağı qoyanda xarab ola bilər də. Acıyar da xanımlar, dadı acı olar. Bu qədər doğrayaram, bəsdir. Ona da atana yağını doğrayaram. Yağları da yerləşdirərəm xanımlar. Belə indi birinci kofemi hazırladım, kofemi içim, sonra kofemi də burada içə-içə qreçkanı açarım, qreçkanı təmizləyə kofemi də içərəm. Belə, hələ 25 dəqiqəsi var. Baxaram, sonra bəlkə əlavə yaxalanmaya da qoyaram. Burasında biraz şampun kimi köpüyü olsa. Belə xanımlar. Bu da köpükləyəndə qaynamaq istəyəndə köpük qalxanda qazını söndürür. Belə bu yağı da istəmirəm belə başqa yağ əlavə etmək. Ona semçika yağı alıb əlavə etmək istəyirəm xanımlar. Bizdə burada izləyicim Fidan xanım yazdı, izləyicimiz. Yəqin ki, biz tərəfdə yaşayır da. Dedi ki, burada Xırman deyilən yer var. Xırmanın arxasında orada sırada mağazinlərdə var. Biz Gülafət bacı ilə yürüyüşə çıxarkən getdik, maraqlandıq, axtardıq, tapdıq. Adi belə ərzaq mağazinidir. İçində üslubu belə köhnə stildədir də. Hələ yəni bu yeni, necə deyim, bu marketlər kimi deyil də. Adi satıcıdır, bir dənə sadə kassadır, belə yəni latqalardır. Yəni özdə ki, orada yaxşı alver gedir. Həm qiymətlər orada hər bir şeyə ucuzdur. Alverlərdə bir yaxşı gedir də, insanlar çoxdur. Orada getdim, gördüm semçika yağını. Düzdür, biz yürüyüşdəydik, üstümüzdə pul götürməmişdik. İndi nə vaxtsa gedib oradan almaq istəyirəm semçikanı, amma bilmirəm xanımların nə dərəcədə bunlar əsl semçika yağıdır, onu bilmirəm. Məsəl üçün, Könül bacımdan da soruşdum. Dedi, hə, bizdə burada Suraxanada Könül hardan alırsa. Orada maşın imkan vermir. Orada
çəkirlər də, yəni orada göz önündədir nəticə belə aparatı, deyir damcı-damcı yağ çıxır, amma hazır butulkalarda oja yığıb qoyublar da. Hə, orada elə bir bacım 8 manat almışdı. Amma burada mağazin içində bir stenddə belə bütün duru yağlar var. Amma bu semçika yağının stendi tam başqadır. Adi taxtadandır belə və təbii sıxma yağlardır orada. Hamısı semçika yağı da var, zeytun yağı da var idi, soyuq sıxma belə yazılmışdı. Burada isə semçika yağı 7 manatdır. 1 manat ucuzunadır hətta. Hə, indi düşünürəm ki, nə vaxtsa gedib buradan alaram, alaq, yoxlayaq görək nətər olur. Ona görə indi evdə kırlangıc var, mən həmişə kırlangıc istifadə edə bilərəm. Yazmışdım yağlıdan da, yenə kırlangıc alıb, mən demişəm buna, yəni ki, nə vaxt yağlanda, istəyir endirimdə olsun, olmasın, kırlangıc alaq da və uzaq başı o da olmasa bir dənə finalın qarğıdalı yağını istifadə edə bilərəm də. O birilərinin dadını sevmirəm. Hə, belə kırlangıc almışdı. Onu da istəmirəm bunun üstünə tökmək. Nədir, vid olsun dolu olduğuna görə yox, tökmək istəmirəm. Buna inşallah semçika yağı alıb əlavə edəcəm. Hə, belə xanımlar. Qaz plitəsi bəlkə də batmış olar. Səhərdən hamıya yemək falan hazırlandı. Yeməklərimi bişirim, kotlet qızartmaq istəyirəm. Sonra o pişi dəzgahı buranı yuyub təmizləmək istəyirəm. Uşu. İndi buralara tökmədən tökək. Görürsünüz, oraya dibine tuttu. Mən belə süzürəm, kofenin üzərində köpük falan qalmır. Mən bunları süzürəm, xanımlar. Bir çay qaşığı da içinə qoşunka əlavə edək. Bu da bərkiyib. Belə. Tam da içə saat neçə olur? Saat 12'ye qalıb elə. Peçkanı da açın, burada təmizləyim xanımlar, bunu içə-içə.
Xanımlar, mən bir qədər işlərimi gördüm. Dedim, indi belə açım, həm biraz danışaq. Deməli, nə etdim mən xanımlar? Qreçkanı bax, uca söndürdüm. Baxın, dəmləndikcə söndürdüm. 1 saat dəmdə idi. Kotlet də cəsur da idi. 4-5 dənəsinə hava xoşu yedi, yuxayla yedi. Əslində mən dedim, qreçkanla yesin, o eləcə yedi. Acı biber turşusundan belə elə yuxayla yuxanın arasına dövrək kimi etdi. 4 dənəsinin, 5 dənəsini yedi. Birində mən yedim, dadına baxdım. Bu da mənim payım idi. Yaxşıdır, qəşəng çıxıb xanımlar. Burada da lobyamız pişir. Hə, kotletin ətinə mən nə əlavə etdim? Eləcə sinə ətinin özü idi xanımlar, amma cəsur yesə, xoşlasa deyirəm, quyruq ət əlavə etmək istərəm. Amma deyirəm, birdən əlavə edərəm, onun dadını hiss eləyər, yeməz. Mən ona görə bişirirəm. Uşaqlar üçün bişirirəm də. Birdən quyruğu bilərlər, yeməzlər. Ona görə quyruq da əlavə etmədim. Amma məncə quyruq əlavə etsəm daha soçunu olardı da. Eləcə sinə ətidir. 2 dənə, 3 dənə irili xırdalı soğan idi. Balacası da vardı, böyüdü. Ortalarını da çıxardıram, axı pis cücərmiş olur, ortaları yaşıl olur. Soğan idi xanımlar. 1 ədəd kartoşka, 3 dənə kartof vardı burada, baxın. İkisini burada doğradım. Balaca tayını, belə balacasını əlavə etdim ətə, kotletə. Sonra duz, istiot, bir dənə yumurta. Gördüm ki, çox durudu. Sonra yadıma düşdü ki, yumurta əlavə edim ki, onları birləşdirsin də bir yerdə olmaq üçün. Yadıma düşdü sonradan. Belə xanımlar, yəni bir dənə də kartof əlavə etdim. Deyirlər ki, kartof da əlavə edəndə yaxşı olur, amma nəyi unutmuşam? Sarımsağı unutmuşam. Eyb yox, onsuz da belə qəşəng idi. Yəni belə, çox şey içinə əlavə etmirəm, çörəkdir, nə bilim nədir. Bir dənə kartoşka əlavə etdim ki, o toplamaq üçün də elə belə onları. Belə lobyanı da gördünüz də nədən hazırladım belə xanımlar. İndi də buraları səliqəyə saldım, dedim ki, öz-özünə niyə sönür bu telefon? Burada qablar da düşmür əslində. Baxın, burada hər qabları yığdım və mən video paylaşdım. Orada izləyicilərimiz hamınız yazdınız ki, çoxlarınız məsləhət gördünüz ki, düz indi kranın içi bəlkə də təmiz deyil. İşlərim təbii təmiz də, prosta bilizlərlə təmiz yumaq da var da. İndi işlərim qutarandan sonra yuyacağım xanımlar. Çoxunuz yazdınız ki, setkalar satılır 1 manatlıq mağazinlərdə. Ondan al, içinə qoy. Bir bacı da yazdı, Allah köməyi olsun. Elə onu etdim xanımlar. Baxın, hər ikisində də, bunda da, o yandakında da, arxasında baxın, belə bir şey vardı. Bir bacımız yazdı ki, arxasındakı narıncı rəngini çıxardın. Həqiqətən bunu çıxartdım, xanımlar, yaxşı oldu. Amma Rauf bilirsiniz nə eləmək istəyirdi? Bundan öncə çıxartdığı var idi buradan. Adını bilmirəm bunu, nə deyim. Yəni dedi ki, onun o köhnəni o qədər rahat idi, yaxşı idi. Hə, dedi ki, o köhnəni gətirib qoyaram. Elə axşam yorumları oxudum, dedim, ay Rauf, belə yazıblar. Dedi, Allah köməsini çıxartdım, gördüm, həqiqətən, baxın, xanımlar. Açıram suyu, gedir baxın. Yenə indi də boşdur. Ümumiyyətlə də onda da boş qoymuşdum. O videonu sizə çəkəndə ümumiyyətlə boş idi. İndi suyun atoru çoxdur, belə gedir. Yəni mən sıxmamışdım onda. Bir bacımız da yazdı ki, elə bilir mən bilmirəm. Yəni ki, bu arxasında bu rezin, yəni sıxıb bağlayırsan ki, su getməsin, dəsmal ıslatmaq üçün də. Bilirəm onu məni. Öncəki də elənciydi. Lazım oldu, sıxıb bağlayırdım, su bura yığılırdı. Amma bu ümumiyyətlə sıxmasam da su yığılırdı, pis olurdu. Yəni qabların arxası hamısı bütün su olurdu. Xanımlar, belə yuyulan qabın yağlaşırlı suyu qabların dibinə yapışır. Belə bir ki, belə çəkili suyda pis görüntü olurdu da. Amma indi yox şükür, Allah kömək olsun o xanımın, o bacımın hansı ki yazı gedir. Belə də gedir. Amma belə sıxanda yığılır. Görürsünüz, sıxanda bir qədər yığılır, hə, yığılır. Su açıq yazdı. Yəni bunu demək istədim ki, sağ olun, bunu məsləhət gördünüz ki, həm də 1 manatlıq mağazinlərin ondan da almaq olar. Və yaxud da ki, bir bacımız dedi, onun arıncını çıxart, oldu, lap yaxşı xanımlar. Elə onu çıxartdım, yudum, götürdüm. İndi xanımlar, telefon burada öz-özünə sönür. Hə, elə
İşlərimi qurtardım, elə telefona da daxil oldum, studiyaya baxdım ki, yeni rəylər gəlib. Əfsanə xanım da yazmışdı, bacımız. O da Sibirdə yaşayır, səhv etmirəmsə izləyicimizdir. Yazdı ki, Sevinç bacı, videonu bir paylaşanda tezləşdirməklə də elə söhbət ilə iş gör. Xanımlar, onu da eləncə eləsən, vəbşə uzun olar da. Elə bir dənə iş elə 15-20 dəqiqə çəkirsə, elə qalsa çox uzun olar da. Mən indi yenə bundan öncə çəkdim. Onların hamısını tezləşdirilmiş halda izləyəcəksiniz. Yoxsa yavaş-yavaş getsə, video neçə saatlıq olar. İndi bilirsiniz nəyi demək istəyirəm, xanımlar? Mən ümumiyyətlə xoşlamıram pis rəylər üzərində danışmaq. Pis rəy deyəndə, yəni bizə YouTube video çəkənlərə xoş gəlmir. Biz deyirik pis rəydir də. Əslində baxanda insanın fikridir, düşüncəsidir də. Amma bəzən olur da xanımlar, yazmaq olar, amma elə yaza bilərsən ki, yəni xətrə dəyməyəcək kimi, məsləhət kimi yazmaq olar. Yəni mən fikrim demək istəyirəm odur və ümumiyyətlə mən burada bu fikri səsləndirmək istəmirdim. Amma deməli, indi Əfsanə bacım yazırdı ki, Sevinç xanım, hə, eləcə çəkməyin, danışın, sizin deyir, danışığınız bizə belə yaxşı gəlir də. Nətər yazmışdı, terapi kimi gəlir, nəsə belə yazmışdı ki, bizə xoş gəlir. Bundan 1-2 video öncə bir rəy gəldi mənə, xanımlar. Elə nətər gəldi, mən həmişə rəyləri oxuyub cavablandıra girirəm studiyamızda, yəni vlog çəkən xanımlardır. Orada na proverk, yəni yoxlanmada olan rəylər, elə rəylər olur ki, yoxlanmaya düşür. YouTube onu bəyənmirsə, hansısa nəyinəsə, ya sözünə görə, ya bəzən kimsə hansısa kanalı paylaşır, olmaz axı, YouTube onu bizim üçün gizlədir. Əgər biz istəyiriksə, onu paylaşa bilərik və yaxud da oradan silə bilərik. Əgər, məsəl üçün, hansısa kanal kimsə gəlib bizdə paylaşırsa, YouTube bizə şans verir ki, yəni gizlədir. İstəyirsənsə paylaş, istəyirsənsə silginən. Yəni paylaşsaq o kanalımıza ziyandır, amma o insana yaxşılıq edirik, amma özümüzə ziyandır. Və bəzən YouTube-a uyğun olmayan hansısa sözlər var, bilmirəm xanımlar. Əslində o xanımın rəyində pis bir söz yox idi, amma YouTube onu bağlamışdı. Yəni önə çıxartmırdı ki, yəni sən özün yoxla, istəyirsənsə önə çıxart. Hə, mən də istədim önə çıxardım, çünki cavab yazmaq istədim o xanıma. Amma YouTube onu önə çıxartmadı. Nə qədər deyirəm, adobrit eləməyə lazımdır. Yəni, təsdiqlə də, adobrit elədi də, rusca adobrit təsdiqlə. Elədim, alınmadı. Bu şumda studiyadan elə çıxdım. Sonra təkrar yenə daxil oldum. Telefonu prizagrusk etdim ki, yeniliyim. O yorumu mən çıxardım üzə, çünki ona cavab yazmaq istəyirəm. Yəni, ona cavab yaza bilsəm, mən bunu burada səsləndirməzdim. Nə qədər elədim ki, alınmadı. Təzədən prizagruskadan sonra keçdim, baxdım, yoxdur, yorum nə orada yoxdur, nə heç yerdə yoxdur. Yadımda da belə qaldı xanımlar. Deyəcəm, güləcəksiniz əslində. Nə bilim, o xanımın özünə, onun dərdinə mən can yandırıram. Allah köməyi olsun, Allah balasına rəhmət eləsin. Yəni, mənim də övlad itkim olub, mən başa düşürəm. İtki nə deməkdir? Xanım yazmışdı ki, Allah ona səbir versin. Yəni, onun, nə bilim, yəni mən də dərdli insana, misal üçün evlad itirmişəm, amma mən heç vaxt heç kimi xətrinə dəymərəm, qorxuram da, yəni mən Allahdan nəyə görə dəyməliyəm? Axı, o insan da məni kimi insandır, durduq yerdə kimsə xətrinə necə dəymək olar? Ümumiyyətlə, heç bu xanımı demirəm, ümumiyyətlə deyirəm də, yəni sən dərdlisən, mən də özümdə, lap heç, misal üçün, heç bir itkim yoxdur, elə bir adi blogeram da, yəni yazıb ki, xanım, mən sizi çox sevirəm, bəyənərək izləyirəm. Yəni, həm sevmək, həm belə yazmaq. Çox xanımlar bəzən pis fikrini sonda əvvəlcədən yazırlar ki, sevirəm, yaxşıdır, axırı da pis yazırlar nəsə. Olsun, yəni o problem deyil. Yəni, bu xanımı da yorumunu mən qaytarmaq istəyirdim ki, ona cavab yazım. Səs tatmaq olardı da, səsləndirə bilərdim. Deyir, izləyirəm sizi, mən də evlad itirmişəm, neçə ildir də bilmirəm, yoxsa neçə ilini mi yazdı, yoxsa evladının neçə yaşında olduğunu. Allah səbir versin sizə, onsuz da evladınız cənnətlikdir, Allah o dünyasını versin, Allah rəhmət etsin, Allah sizə səbir versin. Və deyir, sizi sevərək izləyirəm, başımı qatıram sizin, amma xahiş edirəm, deyir, danışmayın da, deyir, səsiniz başıma düşür. Estağfurullah. Yəni, nə deyim, bax, mən burada xanımlar, mənim səsim başa düşür. Mən demirəm, hamı məni sevə bilər, hamı məni çox istəməlidir, mən nə belə idealamıyım. Hər kəs öz pəncərəsindən baxır. Hamı üçün hamı yaxşı ola bilməz. Axı, mən demirəm ki, mən yaxşıyam. Ümumiyyətlə, heç bir vloger, heç bir çəkən demir ki, mən yaxşıyam, mən idealam. Əgər mən çəkiliş edirəmsə, mən ideal bir adamam. Yox. Hamımız Allahın altında günahkar bəndələrik. Heç kimdən artıq deyil. Heç kim deyə bilməz ki, mən günahsızam, falan kəsin günahı daha çoxdur. Mən belə düşünürəm. Amma yəni,
yəni mən burada, yəni mən çəkiliş edirəm. Bəs mən fikrimi, sözümü, bəlkə nəsə, bəlkə heç kimim yoxdur elə buradakı xanımlarla mən bölüşürəm, nəsə problemimi, bəlkə bir məsləhəti. Bəs mən danışmayım, səssiz mən necə çəkim, mən neyniyim? Deyir, işinizi görün, amma deyir, danışmayın, deyir, səsiniz başıma düşür. Elədirsə, misal üçün, YouTube-da o qədər mətbəx kanalları var, o qədər səssiz çəkən kanallar var. Misal üçün, onları açıb izləmək olar. Bu telefon bizim əlimizdədir, biz bunu idarə edirik. Yəni, mən bunu burada səsləndirməzdim. Yenə deyirəm, o xanıma mən cavab yaza bilmədim. Və baxırsan ki, necə dəyişik fikirlər var da xanımlar. Kimisi bax, yazırlar, görürəm də, siz bizə tərif kimi çıxmasın, yazılanlar deyirəm, mən terapiya kimi gəlirsiniz, nə bilim, meditasiya kimi gəlirsiniz. Mən düşünmürəm, mənim səsim meditasiялıq səsdir. Amma yazanlar var da, indi bilmirəm, könlümü xoş etmək istəyirlər. Yəni, insandır da yazır. Amma mən demirəm, hamı üçün də yaxşı olmam. Ən azından belə qobud da yazmamaq olar da. Yəni, mən səsim başınıza düşürsə məcbur deyilsiniz gizləmək. Götürün, söndürün. Niyə ki, canınıza ziyan vurasınız, xətər gətirəsiniz. Nə məcburdur ki, məni izləyirsiniz? O qədər qəşəng, şən, əyləncə dolu vloqlar var, kanallar var, səhifələr var, mətbəx kanalları var. Misal üçün də, amma izləyib, bəyənməyib, amma onu niyə belə, mən də insanım da, misal üçün, mənim də xətrimə dəyə bilər. Yəni, belə xanımlar, yəni bu xanıma demək istəyirəm ki, mənim işim budur, mən fikrimi danışmasam necə çatdırım, mən sözümü necə çatdırım, mən bax, indi belə cavablandırıram da sizin rəyinizi. Ümumiyyətlə, mən yorucu, başqa bir mövzular, ailəmizdən kənar heç bir mövzuda mən mövzu açmamışam, danışmamışam. Həmişə öz ailəmizdən danışıram, özümlə danışaram, öz uşağımla. Yəni, mən xoş deyiləmsə, ailəm, söhbətim, mən nə deyim ki? Yəni, xoş deyil, izləməyin xanım, yəni, niyə ki izləyəsiniz? Və yaxud səsini alın, və yaxud tezləşdirin. YouTube-da orada hər bir şey nastroykada var. Edin, yəni, sizə nə tərif xoşdursa, elə izləyin. Bir bu xanımlar. Bir də hər 2-3 vlogdan bir mənə deyirlər, mən bir vloga da səsləndirdim ki, mənim dişimdə problem var. Mən yeni diş götürdüm, düzəltdirdim xanımlar. Heç də rahat deyil. Neçə dəfə həkimə getdim, rahat olmadı. Yenə də rahat deyiləm, yoruldum da, getmirəm həkimə. Mənə hamı deyir, get, deyinə ki, razı deyiləm, istəmirəm. Yeni, mən hər bir cür, mən də yoruldum da, getmək istəmirəm. Bilmirəm, Rafa deyirəm, rahat gedərik. Deyirəm, getmək istəmirəm də. Prosta deyinə ki, bilsin ki, heç də yaxşı diş düzəltmədi. Yəni, heç o pula dəyməzdi da, yəni. Mən özüm də deyirəm. Yəni, mən dişimə görə, bilirsiniz, bəzən utqunuram, belə alınır da, məndə özümdən asılı deyil. O, mənim özümdən asılı deyil, xanımlar. Mən özüm deyirəm bunu videoda. Bax, indi yenə deyirəm. Yenə onsuz da bir-iki videodan sonra yenə gəlib yazacaqlar. Bəlkə elə burada da yazacaqlar ki, heç də qəşəng alınmır, danışırsınız, utqunursunuz, mırçıldayırsınız, nəsə belə. Belə deyil. Sonra bir dəfə yazmışdı ki, Rusça yazmışdı. Это совсем некрасиво. Совсем некрасиво deyir. Neyinirsə, yəni belə danışığımla da, yəni səsinə utqunursunuz, mırçıldayırsınız, amma nəsə belə Rusça yazmışdı xanım. Əslində Azərbaycanda da prosta nəsə Rusça yazmışdı ki, это совсем некрасиво. Sanki mən qəsdən, yəni, təngi nəfəs bəzən, bax, tutalım ki, lap mən yox, bir başqası, bəlkə olsun vlog çəkir, bəlkə onun nəsə bir ciddi xəstəliyi var, problemi var, təngi nəfəsdə həqiqətən də, yəni, nəfəsində darlıq var, onu yazıb insana vurmaq, yəni, hər kəs özü bilir özündə nə vardı, onu yazıb yaxı vurmaq düzgün deyil. Baxın, belə xanım var. Bu da oldu, mən istəmədən oldu, yox, onlara cavab vermişəm, o nəfəsdən yazanlara. Amma bu xanım yazmışdı ki, yəni, onun da övlad itkisi var, məndə də o itki var. Mən də başıma video çəkməklə qatıram, gözəl bacılarım. Mən də sizinlə söhbətləşirəm, ara bir paylaşımlar edirəm. Misal üçün, baxın, mənə misal üçün həkim dedi, mən də dedim də, mənim başım götürmür, mənim də xanımlar, həqiqətən. Həkim özü mənə dedi, vəziyyətimdən gördü ki, dedi ki, siz telefondan istifadə edirsiniz, biraz azaldın istifadəsini. Mən inanırsınız, heç ki, mənə çox belə baxmıram, nə izləmirəm, YouTube ancaq öz videomu paylaşıram, studiyada rəylərə baxıram. Yəni, özümü yormamağa çalışıram. Bəzi mənə mənfi oradan ötürücülər olurdu, daha onları izləmirəm, yəni məlumatım yoxdur. Yəni, mənə nə pis təsir edirsə, mən onlara baxmıram. Yəni, siz də əgər kiməsə məndən nəsə mənfilik gəlirsə, məndən pislik götürülürsə, xahiş edirəm, yəni sağlığınıza mənə izləməklə ziyan vurmayın. Bir dənə də xanım yazmışdı, düzdür, mən ona cavab vermədim. O da məni sevərək izləyən izləyicidir. Yəni, belə qəribə gəldi mənə, həqiqətən mənə qəribə gəldi oraya.
Deyir bacım, deyir, siz Nuraya qız deyirsiniz. Qız belə, qız deyib müraciət eləməyin. Mən sizi sevirəm, bilirəm, yaxşı anasınız belə elə, amma düzdür, siz deyə bilərsiniz ki, məndən çox istəməzsiniz ki, Nuraya deyir. Yəni əlbəttə deyir, mən sizi Nurayadan, siz Nuraya istədiyiniz qədər deyir, mən Nuraya istəmirəm, amma valla xanımlar, siz yazarsınız da, xahiş edirəm. Yəni bəlkə də, yəni mən səhvəmsə, qoy mən də öz səhvimi anlayım. Sonra mən qayıtdım, videoya baxdım xanımlar. Yəni mənim qızımdır da Nuray. Yəni durub mən burada açıqlıqsa eləməyəcəm ki, mən Nurayı nə dərəcə çox istəyirəm, evladımı da əlbəttə ki istəyirəm. Mən hər ana bilir öz evladı üçün nələr fəda eləyib, neyinib, onu mən durub burada sizə deyəsi deyiləm ki, onu evladlarım bilir. O mənə yetərlidir. Həqiqətən də mən illər öncə də videolarda demişdim ki, bəzi, yəni belə yaxşı çıxmasa da, yəni bəzi böyük insanlara baxanda mənim evladlarımın ikisi də o qədər ağıllıdılar ki, tərif kimi də olsa. Bilirsiniz, biz Rəvanla bağlı çətinliklər yaşamışıq. Mənim uşaqlarım elə o qədər böyükdülər, elə böyüyüblər. Hər bir düşüncələri var. Yəni mənim uşağım olsa belə heç kimin xətrinə dəyməz də. Deyirsiniz, Nuraya deyir, Cəsur deyir, həmişə deyir, adından çağırırsınız. İndi mən Cəsur əslində evdə atam deyirəm, atam. İndi video durur atam deməyəcəm, məsələn, dilimə elə Cəsur gəlir də. Amma Nuraya qızım deyirəm, Nurayım deyirəm, qız deyirəm, qız da dərsini oxuyur belə. Yəni bir söz kimi, yəni deməyim odur ki, indi hər dəfə də qızım, belə Nurayka istəmirəm də, yəni heç ağlıma gəlməyib. Demişəm qız dərs eləyir. Yəni xanım dedi ki, yəni heç də gözəl səslənmir. Cəsura həmişə adından çağırırsınız. Nuray da dedi adından çağırın. Yəni birincisi nə qədər səhvdir, düzdür, mən bilmirəm onu. Amma mənim dilimə necə, mən həyatda necəyəmsə xanımlar, bax necə danışıramsa, mən elə danışıram da, mən burada nəsə söz yazıb əzbərləyib danışmıram. Mən təbii həyatımdan danışıram. Mən deyirəm, ay qız dərs eləyir. Orada da bir izləyici yazdı ki, yəni düzgün fikir deyir də, yəni belə xanım sonra çox aqressiv şəkildə yazıbdı ki, baxın videonu falan dəqiqəsinə, falan saatına baxın, neçə dəfə deyir qız, belə nə bilim vallahi elə kanallar var, deyir oğlan, oğluna oğlan deyir, qızına qız deyir. Yəni evladımızdır da, yəni uşaqlarım deyirlər, balam deyirlər. Nə bilim qız da, nə bilim mən pis mənada heç nə deməmişəm orada. Yəni mən necə Nurayı istəmirəm. Özdə hansı mən Nuraya paltar almağa getmişik mağazinə. Yəni Allah uzaq eləsin. İzləyici də yazmışdı. Allah yəni bizlərdən uzaq eləsin. Allah heç kimə yaşatmasın. Yəni mənim doğma qızım olmasa, Cəsur mənim öz doğma övladım olsa, estağfurullah. Hə, onda demək olar ki, görürsünüz, siz necə siz özünüzünə adına deyirsiniz, yəni göylüyünüzü qıza bildirirsiniz. Axı düzgün deyil, axı o da mənim balamdır, bu da mənim balamdır. Yəni xanım onu yazıb, bir-iki izləyici də orada yazıb, onlara aqressiv şəkildə cavab qaytarıb, belə dedim də mən özümü gözlədim də orada nəsə uzatmaq istəmədim. Dedim, mən də nəsə yazacağım, gəlib yenə mənə yazacaq. Yəni bir də mən bir şeyi öyrənmişəm xanımlar, 5 ildə oldu da yanvarda, 6-cı ilə keçmişik. Məndə o qədər olub, həmişə onu deyirəm, Nuray mən deyirəm də uşaqlar hətta məndən dağılırlar. Məndə o düşüncə olur ki, kimsə mənə nəsə pis yazanda, mən həmişə çalışmışam ki, olanı izah edeyim də, insan da bəlkə başa düşüb pis ola ki, mən səhv düşündüm də. Həmişə də elə olub ki, izah etmişsən ki, yəni bu fikir belə deyildi, mən bunu bu məna ilə bu fikir eləmişəm. Qayıdır sənə daha yobud, aqressiv şəkildə, hətta pis şəkildə qayıdır yorum yazılır. Yəni ki, Nuray həmişə dedik, amma əgər bir insan deyir sənə pis, misal üçün pis yazıbsa kiməsə, sən onu qayıdıb izah edəndə o heç vaxt ondan da betərini yazacaq. Sonra baxın da illər də keçir, baxıram ki, həqiqətən də elənçidir. Həqiqətən də elənçidir xanımlar. Bir insan ki pis niyyətlə yazdı, sən çalışıb onu başa salmağa istəyirsən, o düzgün deyil, o alınmır. Çünki dəyişimi olur. Düzdür, bəzən ola bilər ki, kanallar istəyirlər ki, kimsə pis yazsın, özü də yazsın, söz-söhbət uzansın, nədir, çoxlu rəylər olsun da. Mən elə şey sevmirəm. Mən sırf vlog üçün, kanal üçün elə şeylər, reyting üçün elə şeylər xoşlamıram. Mən əksinə pis olaram, istəmirəm insanlar pis düşüncədə olsunlar, yanlışlığını başa salmağa çalışaram. Amma baxırsan ki, başa salmağa onların pisinə gəlir. Daha göbut yazırlar, daha göbutcasına cavab verirlər. Nə bilim, valla nə deyim mən, heç kim axı məcburiyyət deyil, sosial şəbəkədir, telefondur, hərənin əlindədir. Valla nəinki mənə, yəni kim istəmirsinizsə izləyin. Biz vlog çəkənlər hamının adından deyirəm, hamımız bir cür əziyyətlə çəkirik, ərsəyə gətiririk. Belə xoşa gəlməz düşüncəniz ola bilər, amma gəlib qıraraq yazmayın da.
nə qədər olmasa düşüncə açıq. Bir kanal var, yəni düşüncələr açıq olsa da, amma insanın xətrinə dəyir. Yəni mən çox danışıram. Ola bilər. Bax, indi danışdım da. Məsəl üçün danışdım. Rəy üzərinə danışdım. Əfsanə bacım baxdım ki, yazıb yenə yaxşı yazanlarımdan biridir. Yaxşı yazanlar da gözəl qəlblidir. Səsiniz deyir terapiyadır. Öz-özümə güldüm. Dedim, onu qoy indi buradan sizə danışım. Həm Əfsanə bacım söhbət istəyirdi. Onun xətrinə belə danışdım. Amma bəzən elə insanlar da var, xanımlar. Hamı sevinir ki, mənim danışığımı onlara pis gəlir. Nə bilim, yəni ötürə bilərsiniz, tezləşdirə bilərsiniz. Heç kim məcbur izləməz, məcbur deyil heç kim kimsə izləsin. Sağ olun ki, sevərək, dəyər verərək izləyənlərim var. Yenə bu söhbətim kimə ağır gəldisə, əzizlərim, ötürə bilərsiniz, söndürə bilərsiniz, nə bilim, sizə necə rahatdırsa, nə istəyirsiniz edə bilərsiniz. Yəni, o qədər başıma gəlib, o qədər məni şikayət edən kanallar olubdur. Canlı sağ olsun, şikayət edə bilərsiniz. Amma ən azından yəni, abunəlikdən çıxmaq olar, blok edə bilərsiniz ki, ana səhifədə də qarşınıza çıxmır. Nə deyim başqa? Kimsə məcbur deyil ki, izləməyə. Mən demirəm ki, mən idealam, gözələm, hər şeyim idealdır, yox. Hamı özünü qüsursuz bilir, amma hamımız da şuuraltı bilirik ki, nöqsansız insan yoxdur. Heç kim dörd dörtlük deyil. Hamının özünə görə səhvi var. Nəysə, çox danışdım, çıxışım bitdi. Yeməklərim də hazırdır. İndi telefon çıxardım, bu tərəfdən də belə çəkim. Xanımlar, bugünkü iş düşümü artıq sonlandırdım. Sağ olsun, Əfsanə bacının sayəsində danışdım. Yeməklərimiz də belə. Vəsə, baxın nədir? Qreçkadır, adi qreçkadır. Da kotletlər. Çəkmişdimmi, bilmirəm, yenə çəkirəm. Montaj vaxtı baxaram. Bu da lobyamız belə. Qatıq sarımsağım da hazır var, xanımlar. Şüşə saxlama qabım var, onu da etmişdim, var. Bu qreçkanın qaşığı, bu da lobyanı bundan pişirdim, amma onunla qoya bilməyəcəm. Belə əzizlərim. Bir stəkan da çayınki qoyun qaynasın, bir stəkan çay içim. Yazım Gülafət bacıma, görüm evdədirsə, boşdursa gəlsin bizə. Uca saat 4 tamamdır, xanımlar. Gülafət bacım dedi ki, sən gəl bacım. Gidim. Saat 4'dür. Bir saat oturum, saat 5'e kimi. Belə xanımlar, havada belə də səhər necədir, elə elədi. Əziz izləyicilərim, baxıram ki, mənim videonun sonluğunu çəkməmişəm. Dedim, burada sizinlə sağollaşım. Hal-hazırda saat 12 tamamdır. Birə işləyir, baxın, belə. Mənim də gecə həvəsim gəldi. Mən filtri dəyişdim, xanımlar. Mətbəxdəki təmizliyimi etdim. Çayınki sürtdüm, plitəni sildim. Bu qabları yerləşdirmək qaldı. O zibilə aparıb atacağım. Filtrdə içində də ağırlığı çıxartdım, ona aparıb atacağım. Təmiz suyumu süzülsün. Xanımlar, belə. Başqa nə idim? Başqa da paltaryonun da qapağını örtək. Artıq bunu belə qoyuram. Xanımlar, nə qədər olmasa suyu, əgər süzülüb yenə gəlirsə, ona da o istansın. Yəni, orası sulu qalmasın. Və Rauf alış-veriş edib gəlmişdi. Yüngül barədə, yəni belə çəkiliş eləmədim. Gülafət bacıgildəydim. Bir saat oturdum, gəldim. 4'də getdim, 5'də gəldim. Yəni, sonra Rauf gəldi, alış-veriş ediniz. Heç yadımdan çıxdı çəkiliş etmək, Raufa yemək. Belə, sonra yürüyüşə getdik, gəldik. Yox, Nura biz yürüyüşə getməmişdən qabaq gəldi, hə. Belə xanımlar, biraz da almadan yum qoyum da, təzə almadan yum. Biraz boşalıb meyvədə. Başqa nə etdim? Bir də baxırdım ki, yəni çörək yoxdur, yuxa. Yəni belə bizdə belə çörək var xanımlar. Bunları mamam gildən gətirmişdim. Belə Qarabaşağın Trabzon çörəyidir xanımlar. Yəni həm bundan istifadə edirik, həm yuxa. Belə xanımlar. Onu da istatdım ki, səhərə olsun. Qoyuq, onu da xalaçillikə qoyum için. Çörəyimi də qoydum soyuducuya. Nə işim qaldı? Həyətə çıxım xanımlar. O zibili atım gəlim. Bir altında alma yumura yerləşdirim. Hə, o qabları da silib götürəcəm. Tam birin yarısına qədər burada işlərimi bitirəcəm xanımlar. Burada sizinlə sağollaşım. Bizi izlədiyiniz üçün çox sağ olun. Dəyərli zamanınızı ayırıb bizləri izlədiniz. Sağ olun ki, varımsız əzizlərim. Bir-birinizin dəyərinizi bilin. Allah hər birinizi var etsin. İnşallah qismət olarsa yeni vloglarda görüşərik. Hələlik.